Mən sıradan computer science kursu istəmirdim. Qeyri-adi nəsə bir kurs axtarırdım və o ərəfədə Londonda 2 dənə universitet idi. Ancaq bakalavr dərəcəsini cyber security-ni verən bir Kingston University, bir də University of Greenwich o master verirdi. O heç bakalavr vermirdi, yanılmıramsa. Onda hələ heç 2013-cü ildə cyber security deyiləndə biraz hamıya belə yəni ki, o nədir? Hə, o nədir falan belə yəni tərzdə yəni ki, O University of Oxford və Kingston Universitetinin məzunudur. professorun səndən gözləntisini qarşılayacaqmı? Və çox rəqabətli yönümlüdür. Yəni ki, hə, ətrafında misal üçün mənim yəni amma Azərbaycanda isə bu daha yumşaqdır. Yəni hansısa bir misal üçün bank və bu günlərlə xəbərlərdə görürük ki, o bank sındırıldı, bu bankdan oğurlandı, o bankdan pul çıxdı və o bank zaten məhkəməyə getmir. Əgər o rədd versə öz fikrindən, yəni xaricdə də belədir ki, belə deyim, o zaten bankın üzərinə qoyur. Mənim şəxsən öz nümunəmdə olub ki, UK-də mənim hesabımdan pul oğurladılar. Sən gedin banka, hardasa 1000 pound-a yaxın pul idi. Sən gedin banka, dedim ki, belə-belədir və dedim ki, hə, bu şəhərdə pulu mən elə bir Londondayam, amma çıxardıblar hansısa başqa bir şəhərdə. Sən özün də deyirsən ki, bu defense mexanizmlərini bypass eləmək olur. Bəli, olur. Yaxşı. İndi sual verim sənə. Sən cyber security engineer olaraq 10 ildən çox təcrübən olaraq bunları elədiyin bir halda milyarddan investisiyalar və zaman xərclədiyin halda və yenə də sənin tool'u bypass eləmək olursa, sən niyə görə hansısa hüquqşünasdan, reception-da oturan xanımdan və yaxud da bəydən və yaxud da hansısa accountantdan sən virusu görəsən də, yəni sənədin içində gələn virusu gözlə görəsən. Diqqətli olardın. Hə, diqqətli olardın, basmazlar. Fikirlər yaradır. Bu barədə həqiqətən ciddi addım atmaq lazımdırmı? Yadımda deyil, Twitterdə kolleqalardan birisi bir dəfə qəşəng bir fikir yazmışdı. Parkingdən özünü aşağı atsın. Eyni şeydə burada müxtəlif smart maşınlara qarşı ola bilər ki, sual verilir ki, bu maşın sir deyil ki, bu yəni heç kəs bunu gizlətmir ki, o maşınlar öz ölkələrinin Almaniya, Çinə və istehsal olunan ölkələrə məlumat ötürürlər və məlumat da alırlar, update da alırlar. İndi sual var ki, əgər bu serverlər sındırılsa və o serverlərdən bu maşınlara bir məlumat göndərilsə ki, sabah saat 12-də get belə bir küçədə, qapıları bağla, motoru fotla, get belə bir küçədə dur. Mənlə paralel olaraq qrup yoldaşlarım Microsoft'un, Facebook'un, Google'un, digər populyar şirkətlərin və böyük tech şirkətlərin əməkdaşları idi. Salamlar. Bugün studiyamızın qonağı Mirakşin Abutalbovdur. O University of Oxford və Kingston Universitetinin məzunudur. Eləcə də kiber təhlükəsizlik sahəsində ən yaxşı mütəxəssislərdən hesab olunur. Gəlin onu salamlayaq. Salam Mirakşin. Salam Əfsənə xanım. Xoş gördük sizi. Xoş gördük. Xoş gördük. Sizlə ən son 2019-cu ildə müsahibə almışdım. Yenidən sizi görmək xoş oldu. Mənə də xoş oldu. Çox sağ olun. Bəli, yadımdadır 2019-cu ildə dekabr ayı idi. Dekabr ayı. Sizə suallarım daha çox həm təhsillə bağlı, həm də kiber təhlükəsizlik sahəsindəki trendlər, süni intellekt istiqamətindədir. Və sizin də təkliflərə açığıq ki, müəyyən istiqamətləri dəyişəsiz suallarda və deyəsiz ki, gəlin bu istiqamətdə mən daha çox öz biliklərimi paylaşım. Gəlin universitetdən başlayaq. University of Oxford və Kingston bu iki dünyanın ən nüfuzlu universitetində təhsil almaq. Necə bu qərarı verdin? Daha sonra proses necə getdi və bu sahədə artıq magistr təhsilinə yiyələndin və gəlin səndən davam eləyək. Təşəkkür edirəm sualınız üçün. Deməli mənim təhsil karyeram nətər başladı belə deyim də 2013-cü ildə mən Kingston University-yə, daha doğrusu mən 2013-cü ildə universitetlərə müraciət edəndə mən sıradan computer science kursuna getmək istəmirdim. Çünki zaten o vaxtda Udemy, YouTube falan, yəni belə saytlarda məlumat çox idi və aşağı-yuxarı computer IT dünyasında olan insanların self-study belə deyim, bacarığı biraz nisbətən qabarıq olur. Çünki hər gün texnologiyada yeni şeylər, yeni texnologiyalar çıxır və yeni məqamlar qeyd olunur və onları öyrənmək üçün self-study
biraz yüksək olur belə. Və ona görə də mən sıradan computer science kursu istəmirdim. Qeyri-adi nəsə bir kurs axtarırdım. Və o ərəfədə Londonda 2 dənə universitet idi. Ancaq bakalavr dərəcəsini cyber security-ni verən bir Kingston University, bir də University of Greenwich, o master verirdi. O heç bakalavr vermirdi, yanılmıramsa. Və Kingston Universitetinə müraciət elədim, qəbul aldım. Onda hələ 2013-cü ildə cyber security deyiləndə biraz hamıya belə, yəni ki, o nədir? hə, o nədir falan belə yəni tərzdə, yəni ki, tam belə, yəni ən çox cyber security-nin belə deyim populyarlaşması başladı 2015-ci ildən sonra WannaCry malware-sindən sonra ki, İngiltərə səhiyyə sistemini 90 milyon bir gün ərzində ziyana vurdu. Nəysə onu da danışarıq. Və müraciət elədim, qəbul aldım universitetdən və paralel olaraq da Londonda əmək fəaliyyətinə başladım və əmək fəaliyyətimdə elə pentester olaraq, yəni müdaxilə testlərinin mütəxəssisi olaraq başladım. 3 il oxudum. 3 ildən sonra magistr dərəcəsi, yəni bizdə İngiltərədə təhsil 3 ildir, yəni bakalavr dərəcəsi. 3 ildən sonra da düşünürdüm. Yəni düzün desəm mən təhsilimi davam etmək istəmirdim. Yəni magistr eləmək istəmirdim. Sadəcə elə karyera işləmək və s. Bir günlərin bir günü internetdə gəzərkən bir puzzle gördüm, challenge gördüm və o challenge-ı həll edəndə Oxfordun saytına yönləndim. Yəni bir növ yönləndim və orada araşdırma aparan zaman öz kursumu gördüm. Software and System Security. Və dedim, mən buna müraciət eləyəcəm. Müraciət elədim və yəni belə deyim, o zaman yəni belə deyim 20 tələbədən birisi oldum dünya üzrə ki, ora qəbul 16 hətta tələbədən birisi oldum ki, o kursa qəbul oldum o il üçün. Və kursumun adı elə bir Software and System Security. Bu və mənim xüsusən də xüsusi yol var orada. O yolu gedəndə GCHQ deyilən bir təşkilat var. Government Communication Headquarter İngiltərənin. 2-ci Dünya müharibəsində almanların şifrını sındıranlar. Onların yolu ilə gedəndə onlar səni bir kiber təhlükəsizlik mütəxəssisi olaraq tanıyırlar. Diplomdan əlavə səni tanıdıqları haqqında sertifikat verirlər. O yolla getdim və o sertifikatı da əldə elədim ki, tanısınlar. Belə. Ondan sonra belə. Bəs karyera tərəfi necə idi? Yəni karyera tərəfi paralel oxuduqca paralel olaraq işləyirdim. Mən yəni ki 2013-cü ildən bəri 2017-ci ilə qədər, 18-ci ilə qədər mən yəni həmişə işləmişəm. Yəni ki, həmişə işləmişəm və təhsil haqqılarımı da, digər şeylərini də əksəriyyətində özüm ödəmişəm. Yəni ki, özüm hər şeyi qarşılamışam və düzdür indi valideynlərinə kömək olub amma və digər məsələlərdə yəni olub, amma yenə də əksəriyyət böyük hissəsi özüm tərəfindən qarşılanır. Bakıda mənim tanıdığım bir çox tələbə var ki, onun valideyni icazə vermir işləməyə və yaxud deyir ki, əsas dərslərə fokuslan, iş qalsın bir tərəfdə, amma University of Oxfordda oxuyub, həm də ki, karyeranı çox yaxşı idarə etmək necə uğurlu alındı? Əslində bizim bu kurs iminə həmən bu kursun hələ özəlliyi ondadır ki, bu kurs səni professional bu kurs bir növ hansı formatdadır? Burada bizim professorların bizə verdiyi mesaj o idi ki, siz bizə industriyada olan problemi getirin, biz onu akademik həll eləyək. Əslində bu kurs özü səni necə deyim, uğurlu karyeraya yönləndirir. Hə, və orada Oxfordda oxumaq asan deyil. Ona görə yox ki, hansısa bir mövzu çətindir. Ona görə ki, onun xüsusi yanaşma tərzi var problem həllinə və məsələ həllinə. Və o xüsusi yanaşmanı
araşdırıb tapana qədər və düzgün tapdığı və əmin olduğu qədər professorun səndən gözləntisini qarşılayacaqmı və çox rəqabətli yönümlüdür. Yəni ki, hə, ətrafında misal üçün mənim, yəni mənlə paralel olaraq qrup yoldaşlarım Microsoftun, Facebookun, Google'un, digər populyar şirkətlərin və böyük tech şirkətlərin əməkdaşları idi. Və belə deyim də, o mühitdə, o mühiti görmək və o mühitdə, yəni müzakirələr aparmaq və o mühitdə toplar sırasına çıxmaq üçün gərək fərqli yanaşasan. Yəni standart biliyi hamı əldə edə bilər. Bugünkü gündə, yəni AI dövründə vəbşi, yəni çox sadədir. Yəni ki, statik knowledge ordadır. Açıb kitabı oxuyasan, amma fərqli problemə fərqli yanaşmaq, effektiv yanaşmaq və daha yanaşmaq budur Oxfordun sənə verdiyi özəllik. University of Oxfordda oxuyub təhsil xərclərini qarşılamaq kifayət qədər çətin bir şeydir. Çünki London özü də kifayət qədər bahalı şəhərdir, xərclər yüksəkdir. Bir tələbə 17-18 yaşlı bir tələbə bunun öhdəsindən necə gəlirdi? Hansı şirkətlərdə işləyirdin ki, bunun öhdəsindən gələ bilirdin? Belə deyim, mən ora yəni universitetə başlayanda 20 yaşım var idi hardasa. Yəni orada çünki mən 1 il qabaq da orada başqa təhsil almalı məcburiyyətində idim. Çünki biz burada 11 illik təhsili oxuyandan sonra İngiltərədə 12 illik təhsildir. 11 illik təhsildən sonra 12-ci ildə oxumalısan. Ya orada A-level eləməlisən, ya da foundation eləməlisən. Mən foundation'ı elədim və ondan sonra mən birinci kursu qutarandan sonra əmək fəaliyyətinə başladım. Və junior pentester olaraq, yəni ki, belə deyim, başladım əmək fəaliyyətimə və hə, orada o dönəm üçün aldığım maaş, yəni kifayət edirdi. Yəni hə, tələbə idin, sənə nə ilə dolanırsan, bir Red Bull, bir Snickers yeyirdin. Yəni Lori dildə desək belə. Yəni hə, kifayət edirdi və amma sonra böyüdükcə və həm karyera wise, həm mental olaraq böyüdükcə başa düşürsən ki, daha böyük hədəflər var, daha böyük məqsədlər var və daha böyük nailiyyətlər var ki, hansılar ki, sənin potensiala bugünkü, yəni nailiyyətlərin potensialına uyğun deyil. Daha böyük nailiyyətlər əldə edə bilərsən. Ona görə də başlayırsan daha çox işləməyə, belə deyim, və yaxud da daha çox əmək qoymağa. Ən son işlədiyin yer haraydı? Hansı şirkət idi? Ən son işlədiyim yer Just Eat deyilən bir şirkət var idi, oraydı. O da elə bir bizim yəni belə deyim, Uber kimi bir şirkətdir. Avropada ən böyük şirkətdir. 18 ölkədə fəaliyyət göstərirdik və 18 ölkədə 70 milyondan çox müştəriyə, yəni bəli, yəni xidmət verirdi. Londonda və Azərbaycanda texnologiya mühiti arasında ciddi hansı fərqi görürsən ki, bu əsas rol oynayır? Belə deyim, aşağı-yuxarı mənim anlayışımda, əsasən öz sahəmdən desəm, kiber təhlükəsizlikdə, yəni həmişə hər bir кейsə, hər bir məsələyə şamil eləmirəm, lakin aşağı-yuxarı mentalitet mən aşağı-yuxarı eyni görür deməzdim, amma oxşarlıq çoxdur. Niyə görə? Sadəcə olaraq ən böyük radikal fərqlərdən birisi ondan ibarətdir ki, Azərbaycanda regulation nisbətən daha yumşaqdır, nəinki Londonda. Yəni Londonun GDPR-ına görə əgər hansısa PII data breach olundusa, sındırıldısa və public access olunsa və bunu dövlətə, regulatora məlumat verilmədisə 72 saat ərzində, onda turnoverın, yəni ümumi turnoverın 4-5% müqabilində məbləğ cərimə ödəniləcək. Yəni ki, bu da milyardlıq aborot eləyən şirkət üçün, turnover eləyən şirkət üçün böyük bir rəqəmdir. Yəni ki, belə deyim, gəlir çıxır hardasa 40 milyon, 50 milyon məsəl, yəni ki, cəriməyə.
Və turnover gəlir demək deyil də. Yəni hansısa bir şirkətin 1 milyard turnover ola bilər, amma gəliri onun daha 100 milyon ola bilər. Çünki marjini 10%-dir belə deyim də. Amma Azərbaycanda isə bu daha yumşaqdır. Yəni hansısa bir misal üçün bank və bu günlərlə xəbərlərdə görürük ki, o bank sındırıldı, bu bankdan oğurlandı, o bankdan pul çıxdı və o bank belə rahat girmək olur və s. və axıra. 3000 manat cərimədir. 5000 manat cərimədir. 3000, 5000 manat cərimədir. Bank üçün 3000 manat nədir ki? Və bunun nəticəsi olaraq da, yəni mən bunu niyə görə xüsusən qeyd elədim? Bunun nəticəsi olaraq da Azərbaycanda bir çox kiber təhlükəsizliyə yəni aid olan sektorlar, mütəxəssislər və ya da şirkətlər öz işlərinə məsuliyyətli yanaşmırlar. Və yaxud da şəxslər məsuliyyətli yanaşmırlar. Və yaxud da aidiyyətsiz adamlar o sahəni idarə edir. Və aidiyyətsiz adamlar sahəni idarə edəndə və yaxud da qeyri professional yanaşanda məsələyə deyir ki, maksimum nə itirəcəm? 5000 manat itirəcəm də, verəcəm. Və bu da inkişafın qarşısını alır. Çünki bunun qabağında öhdəliyi yoxdur ki, mən yeni texnologiyalar axtarım, yeni proseslər axtarım, yeni nələrsə tətbiq. Yəni birbaşa senin inkişafın qarşısını alır ki, hə, oturmuşuq, işləyir, əl vurmayın. Çünki adam zaten qorxur yeni bir şeyi ora gətirməyə. Çünki qorxur ki, nəsə xarab olar və üst öhdəliyində qalar ki, hə, sən hansısa bir firewall-u, hansısa bir databazanı yenilədin, hansısa bir nəyisə dəyişdin, düzəltdin, ona görə də sındı. Hə, bu bizə milyonlarla ziyan oldu X bankada, yəni belə deyim. Amma ona görə də deyir ki, hə, datada itiriləcəm, verəcək. Yəni vətəndaş hər hansı bir mənfi halla üzləşirsə, bankdan onun adına zəng gedir və müəyyən bir məbləğ kartından çıxılırsa, onun müraciət etdiyi qurum maksimum məhkəmə sistemidir. Və məhkəmə sistemi də uzun çəkən proseslərdir. Cərimə də siz demiş 3-5 min manatdır. Və çox vaxt sizə deyim, adamlar da getmir o işin arxasınca və məhkəməyə də çox adam müraciət etmir. Amma biz baxanda, sosial mediada, eləcə də gedən zənglərə baxanda, ay ərzində bəlkə də yüzlərlə müştəri bu problemdən şikayətlənir. Təkcə bank sektoru deyil, e-commerce də burada daxildir. Yəni məsələn Londonda, Britaniyada və yaxud Avropa təcrübəsində necədir? Xüsusi bir qurum varmı ki, insanlar gedib birbaşa ora müraciət etsin? Hüquqi məsələlər bir qədər onları bəlkə də çəkindirir. Orada Information Commission Officer deyilən bir anlayış var. Orada bir çox zamanda o öhdəliklər həmin o xidmət satan şirkətin və yaxud da bankın üzərinə düşür. Çünki zaten elə olmalıdır. Mən əgər bank olaraq gətirib sənə pulumu inanıb vermişəmsə, o sənin öhdəliyindədir. Mən niyə məhkəməyə getməliyəm sənə görə? Mən niyə bunu zaten bu öhdəlik səndədir. Bunu sən yəni bir növ rədd eləyə bilmərsən ki, yox, get məhkəməyə ver. Bunu rədd eləyə çünki mən səninlə bir növ əqli yəni müqavilə də bağlamışam ki, mən sənə xidmət pul verirəm, xidmət sən məndən hər tranzaksiyaya görə və ya nəyə görəsə xidmət haqqı alırsan. Bu demək sənin mənim qarşımda öhdəliyim var. Mənim də sənin qarşında öhdəliyim var o xidmətə görə pul verməyə. Yəni bu zaten məhkəməyə getmə. Əgər o rədd versə öz fikrindən, yəni xaricdə də belədir ki, belə deyim, o zaten bankın üzərinə qoyur. Mənim şəxsən öz nümunəmdə olub ki, UK-də mənim hesabımdan pul oğurlayıblar. Zəng edim banka, hardasa 1000 pounda yaxın pul idi. Zəng edim banka, dedim ki, belə-belədir və dedim ki, hə, bu şəhərdə pulu mən elə bir Londondayam, amma çıxardıblar hansısa başqa bir şəhərdə. Winchesterdə deyəsən. Hə. Dedim ki, hədə baxın, terminaldan pul çıxardılıb və s. və axıra. Üstündən 1-2 günə pulu qaytardılar hesabıma. Özləri getdilər o məsələni özləri həll eləməyə.
Bəs sizə hər hansı bir bununla bağlı tutaq ki, zəng olmuşdu ki, 3 rəqəmli kodu daxil edin. Yox, orada kart cloning idi. Amma bizdə məsələn daha çox bu hal baş verir ki, adamlara zəng gedir və deyirlər ki, kartın bütün nömrələrini daxil edin, təcilidir. O bilirsiz niyə görə? Bizdə fiziki təhlükəsizlik çox yaxşı təmin olunub, yəni ölkə olaraq da, yəni belə deyim, hər yerdə kameralar var, hər yerdə, hər bir bankomatda kamera var və s. və axıra. Ona görə bir növ cinayətkarlar o yola əl atmırlar. Çünki bilirlər ki, hardasa gedib kart cloner yerləşdirsələr, hansısa bankomata və ya da hardasa, onu tapmaq, detekt eləmək nisbətən yox, çox rahatdır. Çünki hər yerdə kamera var və Bakı balaca şəhərdir və hara addım atdın tapa bilirsən. Yəni fiziki təhlükəsizlik yaxşı olduğu üçün onu cinayətkarlar əl atmırlar. Amma beləsinə oturub hansısa xaricdə hardasa oturub və zəng eləyirkən sən mənə onu o məsələ artıq beynəlxalq müstəvidə həll olmalı. Ona görə də 300 manata görə heç kəs o söhbətə görə dalıcan düşmür də, yəni. Amma burada da məsuliyyət vətəndaşın üzərində qalır ki, məlumatlarını bölüşür. O yanlış fikirdir. Yanlış fikirdir. Çünki mən baxın sizə bir dənə mən bu fikri həmişə yürüdürəm və həmişə deyirəm də. Mənim Oxfordda professorlarımın birisi ilə müzakirələrdən birisi bu olmuşdu və hətta deyərdim ki, Oxfordun mənə qatdığı ən böyük dəyərlərdən birisi idi də. Yəni ki, bu onlardan birisi idi. Professor bir gün qayıtdı, oturmuşuq müzakirə edirdik. Tələbələrdən birisi qayıtdı dedi ki, insan ən zəif xalqadır kiber təhlükəsizlikdə. Bu dərsin adı da bu arada insan və təhlükəsizlik, people and security idi. Müəllim bir növ əsəbləşdi və bir növ emosional oldu. Deyir, niyə görə o sözü deyirsiniz? Deyir, ya da insan basmamalıdır linki və yaxud da 3 CVSS kodu verməməlidir və yaxud da mən nə bilim şəkili açmamalıdır, WhatsApp-ı eləməməlidir falan filan. Mən də qayıtdım belədim. Mən də orada müzakirə əsnasında dedim ki, mən bu fikirlə tam razı deyiləm. Belə yəni şeydir. Qayıtdı belə dedim, gəl sənlə danışaq elə. Beləcə yəni şeydir. Deyir, adı nədir? Deyirəm Mirakşın. Deyir, ixtisası nədir? Deyirəm kiber təhlükəsizlik. Özüm yəni bilir adını verirsən. Özü prosta emosional oldu orada müəllimdə. Yəni ki, bir növ onun bütün PhD tezisi və həyatı bunun üzərində qurulub. Yəni o onu istədi yəni çatdırsın da. Qayıtdı belə deyir. Deyim, ixtisası nədir? Deyirəm, cyber security engineer. Deyir, defense tool'lar yazırsan? Deyirəm, bəli yazmışam. Deyir, security analyst olaraq, researcher olaraq fəaliyyət göstərmişəm? Bəli, göstərmişəm. Hansısa qoruma defense tool'ları bypass eləmişəm? Bəli, eləmişəm. Mümkündür? Bəli, mümkündür. O defense tool'ların engineering olunması üçün nə qədər vaxt, investisiya ayrılır? İnvestisiya, misal üçün milyonlarla investisiya ayrılır. Vaxt da, yəni illərlə vaxt gedir ki, biz hansısa bir antivirus yazaq, hansısa bir firewall yazaq və ya hansısa bir sistemi yetişdirək də, belə deyək, hazırlayaq. Okay, və sən deyirsən ki, sən milyonlarla pul yatırmısan, illərlə vaxt yatırmısan və 10 ildən çoxdur kiber təhlükəsizlik ixtisası üzrə təcrübən var, bəli var. Və sən özün də deyirsən ki, bu defense mexanizmlərini bypass eləmək olur. Bəli, olur. Yaxşı. İndi sual verim sənə. Sən cyber security engineer olaraq 10 ildən çox təcrübən olaraq bunları elədiyin bir halda milyarddan investisiyalar və zaman xərclədiyin halda və yenə də sənin tool'u bypass eləmək olursa, sən niyə görə hansısa hüquqşünasdan, receptionda oturan xanımdan və yaxud da bəydən və yaxud da hansısa accountantdan və yaxud da hansısa mən nə bilim bir yəni aidiyyəti olmayan bir şəxsdən gözləyirsən ki, ona gələn mailin içindəki virusu tapsın. Deyir, bu ona qarşı ədalətlidirmi? Is it fair towards that person? Bu ona qarşı ədalətlidirmi? Sən ondan gözləyirsən ki, hə mən işimi eləyə bilmədim bir kiber təhlükəsizlik mütəxəssisi olaraq, amma səndən gözləyirəm ki, sən virusu görəsən də, yəni sənədin içində gələn virusu gözlə görəsən. Diqqətli olardın. Hə, diqqətli olardın, basmazdın. Bəs sən niyə varsan? Bəli, hə. Eyni sualı indi mən buradan banka vermək istəyirəm ki, siz niyə varsınız? Siz məndən onda xidmət haqqı niyə görə alırsınız?
Mən sizin o boyda kiber təhlükəsizlik departamentiniz var. O boyda mən bilməm, yəni texnologiyalara investisiya eləyirsiniz və s. və axıra. Niyə? Niyə? Çünki mənə zəng gələndə, halbuki hansısa bir, yəni belə deyək də 50-60 yaşında bir insana zəng gəlir. Texnologiyadan uzaq bir insandır. Amma bu insan, yəni hər kəs texnologiya ilə, yəni şey olmalı. Deyir ki, AI ilə yaradılmış hələ voice-dur. Deyir ki, qızının adından ki, ata mənə təcili pul göndər bu karta və s. və axıra. Və yaxud da siz deyirsiniz ki, sən bunu ayırd elə. Orada o ataya o söz gələn kimi ürək qalxır, hansı nədir? Ürək döyüntüsü qalxır və o sıraz o pul nədir? O bütün bank hesabına. Amma siz bir bank olaraq bunun arxasında fraud sistemi olmalıdır ki, hansı ki bilməlidir ki, bu insan bundan qabaq birdən-birə 100.000 manat, 10.000 manat pul göndərməyib və üçüncü bir bankdır, qohumu da deyil, anası da deyil, atası da deyil, bacısı da. Kiber hücumlar təkcə bu banklarla deyil, bütün dünyada hal-hazırda baş verir, xüsusilə müharibələrdə. 2022-ci ildə Rusiyanın bir hacker qrupu var, Sandworm adlı. Onlar hələ 3 həftə əvvəl Rusiya hücum etməmişdən əvvəl artıq Ukraynanın elektrik xəttini tutaq ki, sıradan çıxarmağa çalışırdı. Bizə maraqlıdır ümumiyyətlə, hal-hazırki müasir müharibələrdə kiber hücumlar hansı rol oynayır və bəzən hətta silahlardan daha ön plana çıxır? Belə deyim də, adını əslində bu kiber müharibə indi o siz indi 2021-ci il deyirsiniz, amma əslində o praktika 2007-ci ildə var idi. Estoniyaya qarşı olan kiber hücum oldu və Estoniya dövlətini 2 günə, yəni belə deyim də, hardasa bir həftəyə yaxın, 3 gündən bir həftə arasında iflic vəziyyətində saxladı. O dünyada qeydə alınmış ilk kiber müharibədir. Belə deyim, 2007-ci ildə və bu Estoniyaya qarşı yürüdülmüşdür və İngilislərin bir sözü var, allegedly bunu eləyən Rus hakerlər olub. Protesto olaraq ki, Eston dövləti Rus əskərinin mayın 8-ni, 9-nu Rus əskərinin simvolik heykəlini o götürdüyünə görə ona protesto olaraq Rus aktivist hakerləri bu hücumu həyata keçiriblər. İndi onun arxasında siyasi motiv var. Yəni adətən hacking hücumlarının arxasında bir motiv olmalıdır. Ya siyasi motiv, ya financial motiv, ya da digər motivlər olmalıdır. Bunun arxasında yəqin ki, siyasi motiv var idi, bir mesaj vermək idi ki, bəs ümumiyyətlə bu kiber hücumların müharibədə rolu bununla bağlı nələr deyə bilərsiniz ki, yəni bu ədalətlidirmi? Xüsusilə də belə insanları hədəf alıb onları panikaya salırlar bəzən, enerji sistemlərini sıradan çıxarırlar. Dünyada ədalət varmı? Ədalətlidirmi? Yəni ədalət, mən o ədalət bir şey deyəm, amma it is what it is. Yəni it is what it is. Yəni ki, burada Navalniy-Sisilidə xaraşı. Müharibə zamanı və dünya tarixində də görsək ki, güclü olan tərəf həmişə haqlıdır. Yəni indi onu və burada bir şey var ki, güclü olmaq lazımdır. Bəs sizcə Azərbaycan hal-hazırda bu ssenarilərin üzləşə bilərmi? Xüsusilə də strateji mövqedə yerləşirik coğrafi olaraq və hər an kritik nəsə baş verə bilər. Buna görə biz nə qədər hazırlıqlıyıq və bizim infrastrukturlar sıradan çıxarıla bilərmi? Dünyada sındırıla bilməyən sistem yoxdur. Yəni bundan tarixə baxsaq, xalqların tarixinə baxsaq, sındırıla bilməyən sistem yoxdur. Və biz buna hazırıqmı? Baxır nəyə qarşı hazırıq? Və baxır əks tərəfimiz kimdir? Əks tərəfimiz əgər texnoloji inkişaf etmiş bir ölkədirsə və advanced texnologiyası, advanced şeylər varsa, xeyr.
Heç yəni hazırın Hısı yoxdur. yoxdur. Amma qeyri-ciddi bir aktyordusa, skript keyci və ya digər şeydirsə, yox, onu tapmaq primitiv, sadə bir məsələdir o. Çünki hər bir cinayətkar hər bir iz buraxır. Amma ciddi təhlükələrə qarşı bir ölkə olaraq görüləcək işlərimiz çoxdur. Həddindən artıq çoxdur. Çünki bayaq qeyd etdiyim kimi bu təkcə burada dövlətdən gözləmək lazım deyil. Yəni bu kollektiv bir məsələdir. Yəni bu kollektiv məsələ deyəndə mən end user'ın üstünə atmıram. Belə deyim, bir növ təşkilatlar bunu eləməlidir. Bir ada, bir təşkilat yox. Yəni dövlət həm fintechin dalınca gedib, həm mən nə bilim təhsilin dalınca gedib, həm onun dalınca, həm bunun dalınca hamısını bir yerdə nəzarət eləyə bilməz mexanizm. O sadəcə regulyator kimi çıxış eləyə bilər və bir növdə hesabat ala bilər ki, hə, məsəl üçün X təşkilat sən nə etdin? Bu standartlara, bu frameworklara cavab verdinmi? Və yaxud da X nazirlik bunu elədinmi? Yəni burada demək ki, hə yox, bizdə o məsəl üçün UK-də çox sadə bir şey deyim. UK-də Cyber Defense Cyber Security Banks Defense Association deyilən bir təşkilat var. Orada nə baş verir? Orada bir bankda hücum oldusa, o bank o hücumun parametrlərini digər banklarla bölüşür. Və bu barədə məlumat ötürür ki, bu indikatorlar və s. və baxıram məndə var. Yəni beləncə müxtəlif praktikalar var ki, dünyada, hansılar ki, burada Azərbaycanda tətbiq oluna bilər. Və Azərbaycanda mən onu deyim ki, kifayət qədər Azərbaycanda kim ki deyir ki, Azərbaycanda talant yoxdur və yaxud da kifayət qədər adam yoxdur və s. o boş söhbətdir. Azərbaycanda kifayət qədər savadlı uşaqlar da var, Azərbaycanda kifayət qədər talantlı uşaqlar da var və Azərbaycanda kifayət qədər də texnologiya yarada biləcək potensial da var. Sadəcə olaraq bunlara inanıb bir növ investisiya eləmək lazımdır. Yəni burada investisiya təkcə cash investisiyadan getmir. Yəni burada investisiya trust, yəni hansısa bir növdə də dəstək vermək lazımdır ki, bu yetişdirilsin. Və bunun əsnasında da yəni biz texnologiyanı yarada bilərik. Bəs bu kiber hücumlar, yəni müharibə vaxtı kiber hücumlar xüsusilə hansı sahələrə zərər vurub məsələn indiyə qədər və xüsusi belə faktlar varmı ki, bizə sadalayasan? Ən çox orada istifadə elədikləri nə olur da, yəni emergency xidmətlərin disable-ı, yəni ki, ajartaj yaratmaq. Misal üçün o Estoniyada elə bir şey olmuşdu ki, onların 102 və digər emergency xidmətinə zəng çatmırdı. Mümkün deyildi zəng eləmək. Qaldı ki, o, yəni belə deyim, onun əgər siyasi motiv varsa və siyasi mesaj varsa, orada adətən xüsusi kritik infrastrukturlara yəni hücum olsun. Onlardan birisi hələ Ukraynada 2017-ci ildə onların elektrostansiyası partlamışdı və o da kiber hücum əsnasında olmuşdu. Bu arada bizdə də o ərəfədə işıqlar sönmüşdü. İndi bilmirəm o nə qədər əlaqəlidir? Hə, nə qədər əlaqəlidir. Amma onda da yəni o elənçi işığı söndürəndə təsəvvür edin ki, bütün şəhər, bütün ölkə işıqsız qalır və bütün şəhər, bütün ölkə işıqsız qaldığı bir halda da insanlarda vahimə yaranır. Çünki xəstəxanalarda aparata qoşulmuş insanlar var, hansısa başqa kritik elektrisitetə ehtiyacı olan insanlar var ki, o panika yaradacaq və gətirib digər fəsadlara çıxardacaq. Bu hal deyəsən Britaniyada da olmuşdu. NHS-də WannaCry 2015-ci ildə Britaniya xəstəxanalarını şifrələmişdilər, ransomware-lə şifrələmişdilər.
Çox adamın belə bir sözü var ki, mənim gizlədəcəyim heç nə yoxdur, mənim məlumatlarım kimə lazımdır? Hətta deyirlər ki, Amerika, Pentaqon məni izləmir, mən onun nəyinə lazımam? Bir cyber security mütəxəssisi kimi bu söz sizdə hansı belə fikirlər yaradır? Bu barədə həqiqətən ciddi addım atmaq lazımdırmı? Yadımda deyil, Twitterdə kolleqalardan birisi bir dəfə qəşəng bir fikir yazmışdı. Demişdi ki, privacy is like a democracy. If you don't have anything to say today, it doesn't mean that you will not need it tomorrow. Yəni məxfilik, privacy məxfilik, yəni məxfilik deməkdir. Yəni məxfilik demokratiya kimi bir şey. Yəni bu gün deyiləcək bir şeyin yoxdursa, bu o deməkdir ki, sabah sənə demokratiya lazım olmayacaq. Və eyni şey də burada. Yəni bu gün sənə məxfilik lazım deyilsə, o demək deyil ki, sabah sənə qarşı kim düşmən olacaq, kim səndən dost olacaq və sair və axıra. Və bunu və sənə qarşı sənin publicdə olan informasiyan sənə qarşı nətər istifadə olunacaq. O deyir sizə bir az qeyd elədiniz ki, AI bizim psixoloji portretimizi hazırlayıb bizi manipulyasiya edə biləcək. Niyə görə? Çünki bizim məxfilik anlayışımızı pozmuşuq. O bilir mən nə sevirəm, nə içirəm, hara gedirəm, mənim rutinimi bilir, mənim sürdüyüm maşını bilir, mənim yediyim yeməyi bilir, mənim enjoy elədiyim, yəni xoşladığım bir musiqini bilir və o musiqinin arasına reklamı salır, o musiqinin arasına hansısa bir psixoloji manipulyativ sözlər. Yəni məxfilik budur. Məxfilik şəkil və gizlətmək deyil. Məxfilik bir növ. Amma mən bir söz deyim ki, biz bu məxfilik şeyini uduzmuşuq. Yəni insaniyyət olaraq texnologiyaya qarşı uduzmuşuq. Yəni süni intellekt gəlməmişdən əvvəl də bizim zənglərimiz, mesajlarımız, Facebookda paylaşdığımız hər şey, yəni bütün hamısı əslində məlumatdır yox və bunlar məsələn bizə qarşı necə istifadə oluna bilər? Bu çox maraqlıdır. Bir ax hələ yolda gələndə müzakirə eləyirdik və müzakirə əsnasında belə bir şey oldu ki, süni intellekt bizim datalarımızı bizdən icazə olmadan OpenAI özü də, yəni o sualı açıq-aydın o Mira onların CTO-su var idi, xanım. Ona vermişlər ki, siz tekstləri və yaxud da misal üçün şəkilləri necə yığmısınız? Deyir, mən bu suala cavab verməkdən rədd edirəm. Mən cavab vermirəm, bu suala cavab vermirəm. Niyə görə? Çünki o sizin mənim, o bursunun, bu bursunun şəkillərini Facebookdan scrape eləyib və o datasetdə istifadə eləyib. Training datasetində bir sual yaranır ki, bu bilirsiniz nəyə oxşuyur? Küçədə bir insan gedir, siz onun şəklini çəkirsiniz, götürürsüz və Coca-Cola'nın reklamını qoyursunuz ki, bu insan Coca-Cola içir. Burada siz buna kommersiya fəaliyyəti, commercial benefit qazanırsınız da. İndi mənim sualım yanır ki, yəni bir insaniyyət olaraq hamımız kütləvi olaraq bu sual verməliyik ki, OpenAI sən nə ixtiyarla mənim şəkilimi, mənim öz commercial məhsulunda istifadə edirsən? Mən bu copyright-i və yaxud da bu icazəni sənə vermişəm. Okey, deyə bilərsən ki, sən Facebookda public eləmişsən. Mən Facebooka vermişəm, amma sənə kommersiya əsasında verməmişəm ki. Məsələn, bu sadəcə mənim maraqlandığım sualdır. Tutaq ki, daxil olursan hər hansı bir sistemə, qeydiyyatdan keçirsən, çərəzləri qəbul edirsən, təhlükəsizlik şərtlərini qəbul edirsən və heç kim orada oxumur ki, nə yazılıb. Belə bir təcrübə Sony-də olmuşdu. Yazmışdı ki, siz bizə ürəyinizi satırsınız, nə qədər vaxtdan sonra soul, yəni ruhunuzu satır. Belə bir eksperiment eləmişlər. Neçə min adam öz soulunu satmışdı, yəni Sony-yə. Və onda biz istifadəçi şərtlərini hər dəfə o 4A4, 5A4 səhifəni oxumalıyıq diqqətlə və razılıq verməməliyik kimi bir şərt də vermir axı. Məsələn, bizə deyir ki, imtina et kimi bir imkan vermir. Deyir ki, qəbul etməlisən artıq. Söhbət də ondadır. Məsələn, burada uca dövlət müdaxilə eləməlidir. Yəni bir növ regulyator olaraq biz bu məsələ, bu məsələni də İsveçrənin 2000 mənim yadımda çox gözəl yadımdadır ki, biz bu məsələni dedik ki, dünyada olan bütün terms and conditionsları
7-24 dayanmadan oxusan, hardasa 7 il 3 ay nəsə belə bir vaxt lazımdır. Və hər ayda müxtəlif platformalara çıxır, qeydiyyatdan keçirik. Hə və amma burada ona görə dövlət məncə bir növ bazıvi, yəni baseline qanunlar yaratmalıdır. Və o şirkətlərə hansılar ki, yəni bu Avropa Birliyi olsun, Amerika olsun, Azərbaycan olsun, baseline qanunlar yaradır və mən bir insan olaraq bir dəfə onu bir növ digital constitution yaradılmalıdır. Yəni basit digital constitution yaradanda digital magna cartadır. Yəni yaradılsın ki, insanların fundamental digital hüquqları, yəni orada təmin olunsun. Bu yaradıldığı bir halda məncə biz baseline hüquqlarımızı biləcəyik. Əksləri də nədirsə artıq biz ona uyğun olaraq da o şirkətlə bir növ, o şirkət bizə qeyd edəcək ki, mən sənin baseline-dan əlavə də bunları eləyirəm. Razısansa qəbul edirəm, razı deyilsənsə qəbul edirəm. Elə bununla bağlı məsələn sən deyirsən ki, tutaq ki, Avropa İttifaqının müəyyən bir qanunvericiliyi ola bilər və yaxud da Asiya ölkələri üçün fərqli bir şey ola bilər. Eləcə də hər ölkə özünün bir qayda qanunu ola bilər. Amma təcrübədə necədir? Tutaq ki, Avropa ölkələri üçün müəyyən bir qanunvericiliyi var və ora daxil olan şirkətlər həmin o qanunvericiliyə tabe olmadan müəyyən cərimələr ödəyir. Məsələn, bu tutaq ki, İrlandiyada olubdu və yaxud da Fransada baş veribdi. Amma tam tərsi, şərqdə, Çində isə hər şey açıqdır. Bütün məlumatları əldə eləyir. Amma bir növ ədalətsizlik kimi də olur. Çünki şirkət məsələn Microsoft tutaq ki, cəriməsini ödəyir və fəaliyyətinə davam edir. Çində isə heç bir cərimə yoxdur, hər şey açıqdır. Bu balans necə təmin olunmalıdır ki, şirkət həqiqətən ciddi şəkildə məsuliyyət daşısın və cərimə onun üçün sadəcə pul verdim, xilas oldum kimi olmasın. Bu məncə bu texnologiya problemindən daha çox bu məncə insaniyyətin bəşəri, yəni zamanından gəlmə problemidir. Yəni ki, bu biri fərqli don geyindiriblər də. Sadəcə günün sonunda nəticə olaraq eynidir, amma hər iki tərəf fərqli don geyindirib məsələyə. Yəni siz demiş ki, Çin açıq göstərir, dataları verir, yəni istəyir və onlara heç bir penalti ödənilmir. Amerikada amma buna görə, yəni bunun bir növ fee kimi qəbul edir. Hə, mən bunu feesini ödədim və o datanı əldə etdim və yaxud da əksinə. Bunun yəni o korporasiyalara qarşı nə edəcəyik? Onların o qədər artıq pulu var ki, o qədər artıq texnologiyalar var. Hətta zarafatla belə bildirəm ki, o hüquqşünas ki, hansı ki gedib Google-u məhkəməyə verəcək, özü birinci qanunu Google eləyəcək, axtaracaq. Sonra gedib onu yəni Google onu əvvəldən biləndə ki, bu hüquqşünas məni məhkəməyə və ona başqa bir qanun göstərəcək. Mənim digər sualım proqnozlarla bağlıdır. Müəyyən startaplar artıq yaranıb ki, süni intellektlə onlar insan davranışlarını proqnoz edir, siyasi hadisələri, gedişatı və bütün hər şeyi demək olar ki, proqnoz edirlər və bu bir qədər də insanlara qorxulu gəlir. Və həmçinin insan rəqəmsal portretini bir növ yaradırlar ki, sən tutaq ki, bundan sonra bu hərəkət eləyəcəksən, bunu düşünürsən artıq. Bu bizim üçün təhlükəlidirmi, yoxsa heç bir riski daşımır artıq? Yəni bir ara dediyim kimi sizə biz o döyüşü, biz o yəni biz onu artıq uduzmuşuq. Yəni nə mənada uduzmuşuq? Bunun geri dönüşü yoxdur artıq. Birinci məsələ, yəni ki, bu qaldı ki, hə, AI bu gün inkişaf eləyib. Hə, AI bu gün 80% işin belə deyim, nətər düzgün, yəni rutin işin, 80% rutin işin görülməsində AI kömək edir. Bu danılmazdır və bu gün mən misal üçün, dünən mən misal üçün bir kodu bir günə, 2 günə yazırdımsa, indi onu 5 dəqiqə edirəm. Çünki AI-la tez bazar axtarışımı mənim daha rahatlaşdırıb və daha. Amma bir şeydə, yəni məqamı da nəzərə almaq lazımdır ki, bəzi məsələlər var ki, AI orada inkişaf eləməsi üçün hələ biraz çox var. Yəni mən həmişə çox, yəni o dediyiniz məsələyə gəldikdə, hə, o mümkündür, o köhnə statistika data əsasında bilir və sair və axır və profil yaradır. Profil əsasında da səni manipulyasiya edir. Yes, that's possible.
Amma AI-nin ətrafında biraz hype çoxdur. Yəni o həm də burada bir şey də, burada AI-nin bir məsələsini də qeyd edəcəm. Mən həmişə nə deyirəm də, hansı nümunəni verirəm. AI ikinci nizami ola bilər. Amma birinci nizami olmayacaq. Niyə görə? AI-ın hansısa bir məlumatı öyrənməsi üçün, AI misal üçün belə çox basit, sadə bir nümunə verim də sizə. Bunu mən müzakirə edirəm, bir çox adamlar fərqli fikirdə deyirlər, onlarla da razıyam. Misal üçün AI nizami kimi şey, xəmsə yazması üçün AI-ya biz xəmsəni 5 dənə, 10 dənə xəmsə oxuduruq və o onu oxuyur, ona oxşar, sonra xəmsə yazır. Onun əsasında. Onun əsasında. İndi sual bundadır ki, AI-ya biz xəmsəni oxutmadan xəmsə yazdıra bilərikmi? Yox, biz məlumat əsasında edirik. Yəni ki, mən indi çox primitiv, yəni düzdür, indi xəmsəni desən ki, 5 dənə şeydə belə şeydə 5 dənə nə deyirlər, sözlə 4 cümləli, 5 cümləli bir şey yaz, onu yaza biləcək, amma o nizaminin xəmsəsi olacaqmı? Orijinallığı saxlamır. Yəni ki, bir növdə o biz nəyə oxşuyur? Burada yəni bir çox məqamlar var ki, bir insanın hansısa bir gözəl bir şeir yazması üçün, gözəl bir nəğmə yazması üçün, gözəl bir şəkil çəkməsi üçün. Bu arada AI şirkətləri bu dəqiqə onun üzərində ona görə ən çox mübarizə aparır ki, kimin AI daha kreativ olacaq. Yəni ki, deyirlər, xəbərlərdə deyirlər ki, AI şəkil çəkdi. O niyə görə önəmlidir? Çünki hər hansı bir AI-ın şəkil, musiqi və çəkə bilməsi onun kreativliyindən söz verir. Kreativlik isə bir növ insanda da emosiyaya bağlıdır məsələdir. Ya qorxuya, ya sevgiyə, ya hansısa adrenalinə və s. və ilaxır. İnsan qorxanda hansı məsələni tez həll eləyir və kreativ bir solution tapır. İnsan sevəndə şeir, musiqi bəstələyir. İndi sual yəni ki, AI bu hissləri keçirmədən, özü bu hissləri yaşamadan bunu yarada biləcəkmi, yoxsa ancaq mənim hisslərimin simulyasiyasını eləyəcək tezdən? Simulyasiya eləyəcək. Yəni ki, bu nə? Plus burada başqa bir AI-ın da problemi var ki, müəllif hüquqları? Yox, müəllif hüquqları yox. Bu YouTube bu arada, Google bu arada qeyd eləmişdi bu problemi də və AI birazdan özü öz datası üzərində öyrənməyə başlayacaq. Çünki bir çox insanlar artıq AI data generate edib o datanı YouTube-a, Instagram-a, TikTok-a qoyurlar. Və bu nə deməkdir? AI bundan sonra sintetik datanın, təbii datanın üzərində yox, sintetik datanın üzərində öyrənəcək. Və bu da bir növ AI-nin inkişafının qarşısını alacaq. Çünki daha orijinal data yoxdur və təbii data yoxdur və bu ancaq öz biliklərini, yəni tezdən öyrənməyə və tezdən eləməyə eləyəcək. Bu bir növdə onda hype-ı yavaşladacaq. Hype-ı da ən başqa bir yavaşlatdıran məqamlardan birisi də ondan ibarətdir ki, economics of AI. Çox qəşəng bir keçən də bir yolda bir o da məsələ var idi. Bu Cloud deyilən AI var. Onun Mythos deyilən bir proqramı var idi təhlükəsizlik mütəxəssisləri üçün. Və bu nə idi? Bu yəni gəlin belə deyək də fərqləndirmək istəyirəm bu məqamı. Bir var Cloud-dan istifadə edib kiber təhlükəsizlik mütəxəssisi hansısa bir research edib hansısa bir boşluğu tapır. Bir də var model özü gedir A-dan Z-ə qədər boşluğu tapır. Və burada bunların qeyd etdiyi bu idi ki, model insan olmadan özü gedir boşluğu tapır. Boşluğu tapır ki, və hesablamışlar ki, bu modelin bu boşluğu tapmaq dəyəri $20,000 idi. Amma boşluğun qara bazarda dəyəri və yaxud da risk dəyəri 0 idi. Çünki heç bir ziyan vura bilmir. Sadəcə bir boşluqdur. Hə, boşluqdur. Şirkət də qəbul edən bu boşluqdur. Hə. Amma bunun bir ziyanımı, bir riskimi və yaxud da bir qara bazarda dəyəri varmı? Yox idi. 0 idi. Və amma biz $20,000 buna xərclədik. Economics of AI. Yəni ki, biz onun birazdan investorlar hamısı deyəcək, okey, biz ChatGPT, biz sənə bu qədər
pul verdik. Hı -hı. Return nə vaxt gəlir? Hələ sən qəşəng textlər generate edirsən, başa düşdün, çox gözəl, əla, super. Bu textin generate olması üçün ChatGPT bu arada 8 trilyonluq data center söhbəti edir. 8 trilyonluq data center söhbəti, yəni bu nə qədər adamı, nə qədərlik modeli otuzdurmalıdır, nə etməlidir ki, bu pulu return eləsin və okey, bunu dəyərmi bu investisiyaya? Bu bizə nə verəcək? Hansı okey, məsəl üçün bir çox məsələlərdə medisinada AI köməyi çox olacaq, biologiyada çox olacaq, hansısa hesablaması güclü olan xəstəliklərdə və s. və axırı. Bunlarda yəni olacaq. Amma digər məsələlərdə commercially is it viable to run this business or how efficient, how yəni economically right to run this business. O suallar var hamısı. Ona görə o hype birazdan çəkiləcək. Yəni o şey deyirlər, bazar öz-özünü correlation edəcək. O birazdan o baş verəcək. Amma demək olar ki, biz hər ay investisiya xəbərlərini yazırıq ki, OpenAI 100 milyard dollar investisiya cəlb elədi, yarım trilyon cəlb elədi. Yəni və davam eləyə gedir demək olar ki. O dot-com bubble kimi bir şeydir məncə. O demirəm yəni. Amma birazdan yəni baxın da 4 dənə 5 dənə AI var. Gemini, Claude, OpenAI, sonra Grok və s. və axı. Mən hərəsinə 20-20 dollar versəm, mən onda nə baş verəcək? 200-300 dollar mən ancaq AI-ma verirəm. Ondan sonra o modeli elə evdə özüm bir dənə kompüter qaldırıb özüm run edərəm də. Mən niyə onu verirəm ki o pulu? Amma sizə deyim, verən adamlar da çoxdur. Yəni hər ay bəlli bir büdcəsini sırf AI-ya ayırır və hərəsindən də müəyyən istiqamətlər üçün istifadə edir. Biri ilə kod yazır, biri ilə şəkil O müəyyən bir vaxta qədər məncə olacaq. O məncə çox davam eləməyəcək. Sonra dayanacaq. Məncə o hype-da o məncə çox davam eləməyəcək. Çünki o adam Gemini-dan istifadə eləməyəndə deyəcək ki, Cloud deyir də bunu. Mən niyə Gemini-yə verim ki, dayandıracaq onu. O bursunu, bu bursunu və s. dayandıracaq. Çünki yəni okey də indi bəlkə kimisə artıq imkanı var, o paylayır, o okey, that's fine. Amma o zaten o kütlə az faiz dərəcədədir. Yəni alıcı kütləsi söhbəti var da. O zaten o varlı kütlə az faiz dərəcəsindədir. Onlar da zaten AI-ın investisiyasını edir. Mənim bir sualım kiber hücumların beynəlxalq hüquqda tənzimləməsi ilə bağlıdır. Son müharibələrdə biz bunu çox gördük. Ukrayna-Rusiya müharibəsində xüsusilə və İsrailin hücumlarında məsələn biz bunu bilirik ki, kiber hücumlardan istifadə edirlər. Bu beynəlxalq hüquqda necə tənzimlənir? Belə deyim də, bu sualı məndən bir il bundan qabaq, 1-2 il bundan qabaq pandemiya vaxtı bir dənə intervyuda həmən bu sualı vermişdilər. Yəni ki, daha doğrusu bu məsələni müzakirə etmişdim və bu məsələni özüm də qaldırmışdım ki, yəni cinayət baş verir, hacker oturur misal üçün Çində və yaxud da İsraildə, amma hücum baş verir Rusiyaya qarşı, amma serverlər də oturub hansısa bir adada. Burada görün neçə dənə məsələ. Bu Azərbaycanın bu arada ən fəxr olunması bir məqamlardan birisidir ki, bu məsələ beynəlxalq hüquqda bir növ olmurdu, regulate olunmurdu. Bunun anlayışları yox idi. Amma biz bir ölkə olaraq bunu Birləşmiş Millətlər Təşkilatına 2025-ci ildə ya 24-cü ildə biz bunu beynəlxalq kiber cinayətkarlıq konvensiyasını verdik. Biz vermişik bu konvensiyanı və biz müəllifliyini eləmişik və biz yazmışıq onun ölkə olaraq və qəbul olundu və bunu yəni ki BMT qəbul elədi bu konvensiyanı ki, ölkələr arasında bu barədə məlumat mübadiləsi və əməkdaşlıq formatı və əməkdaşlıq çərçivəsi bir növ yaradıldı. Və buna əsasən tənzimlənir. Və buna əsasən də tənzimlənir. Yəni ki, BMT-də və biz bu barədə yəni eləmişik və yəni tam orada biz yəni və buna əsasən də təmzinlənir və fəaliyyət göstərilir. Digər sualım Çin maşınları ilə bağlıdır. Bu dəqiqə bütün sürücülərə maraqlıdır. Onlar Çin və yaxud digər ölkələrin elektrik ağıllı maşınlar, smart maşınlarını alırlar və o maşınlar müəyyən tutaq ki, əmrlərlə idarə oluna bilir. Bunun gətirdiyi risklər nələrdir ümumiyyətlə? Çin maşınlarının bazara daxil olması və yaxud digər xarici ölkələrin ağıllı maşınları hansı datalarımızı toplaya bilər və hansı risklər yarada bilər?
Çin maşınları belə deyim, Die Hard 4 kinosu var, bilmirəm baxmısınız yoxsa yox. Orada nə baş verir? Orada bir qrup haker maşınları ələ keçirir və maşınları məcbur eləyir ki, parkinqdən özünü aşağı atsın. Eyni şeydə burada müxtəlif smart maşınlara qarşı ola bilər ki, sual verilir ki, bu maşın sir deyil ki, bu yəni heç kəs bunu gizlətmir ki, o maşınlar öz ölkələrinin Almaniyaya, Çinə və istehsal olunan ölkələrə məlumat ötürürlər və məlumat da alırlar, update da alırlar. İndi sual var ki, əgər bu serverlər sındırılsa və o serverlərdən bu maşınlara bir məlumat göndərilsə ki, sabah saat 12-də get belə bir küçədə, qapıları bağla, motoru xodda, get belə bir küçədə dur. Və yaxud da get özü çırpı divara və yaxud da get sürətdən hansısa bir əməliyyat elə. Onun qarşısını biz necə alacağıq? Ala biləcəyimi? Ala biləcəyik. Bu məncə növbəti podkastda sualdır. Yəqin ki. Son bir sualım olacaq. Ondan sonra məncə yekunlaşdıraq. Çünki söhbət xeyli uzanır və çox maraqlı cavablar alıram sizdən. Azərbaycan kiber təhlükəsizlik infrastrukturunu necə qurmalıdır? Müəyyən qurumlar olsun, özəl şirkətlər olsun. Biz hansı riskləri gözləyirik və biz o risklər olmadan nələr etməliyik? Kiber təhlükələr Azərbaycana xas deyil. Yəni bu elə bir anlayış yoxdur ki, Azərbaycana aid olan kiber təhlükələr və yaxud da o siyasi məsələlərdədir ki, çünki geoloji lokasiyaya görə ki, Azərbaycana aid olan hansısa bir təhdidlər ola bilər xüsusi. Amma kiber təhdidlər bunlar heç Azərbaycana aid deyil. Bu dünya miqyasında, yəni hacker üçün siyasi motivləşmiş, finansi motivləşmiş və s. və onun fərqi yoxdur. Bu serverdir. Hücum, target, vижу цель, не вижу преграда. Hədəfi görürəm və hücuma başlayıram. Və o da nədir onun adı? Hədəfi görür, hücuma başlayır. Qorunmağa qaldıqda burada məncə əməkdaşlıq, investisiyalar, yəni yatırılmalıdır. Hətta yəni burada mən deyərdim ki, investisiya yatırmağa qorxmamalıdırlar. Yəni nə mənada qorxmamalıdırlar? Yəni hype-a gedib AI-ya və yaxud da hype-la investisiya yox, hansısa bir məhsulun dəyərini başa düşüb ona investisiya yatırılmalıdır. Və Azərbaycanda mən hələ ki investisiya anlayışının olmadığını görürəm. Yəni kiber təhlükəsizliyə yox, hadi vəbşi texnologiya sahəsinə. İnvestorlar texnologiya, tech stakeholder'ın arasında olan münasibətlərin necə formalaşacağı qaydası, qanunu yox. İnvestisiya mühitinin şəraiti yox və s. və axıra birja bazarı və s. problemlər çoxdur. Yəni ki, məsələlər çoxdur. Bunlar olmadığı bir halda qəliz investisiya realiza olunsun. Qəliz investisiya realiza olunanda çətin ki investisiya realiza olunanda da onda da texnologiya inkişaf eləməyəcək. Qaldı ki, nətər işləməyi, nə etməliyik? Məncə biraz öz millətimizin nümayəndələrinə, öz xarici şirkətlərdən çox öz daxili Azərbaycan vətəndaşlarına və Azərbaycan şirkətlərinə, Azərbaycan vətəndaşlarına investisiya eləsə daha yaxşı olar və daha olar. Çünki zaten təcrübədə də görsənib ki, xaricilərə, xarici şirkətlərə və yaxud digərlərinə də hansısa müqavilə verilibsə və yaxud da investisiya yatırılıbsa, o da batırıb. Qoy bu ən yaxşı Azərbaycanlı batırsın, öyrənsin. Google'un bir dənə yaxşı bir sözü var, deyir ki, we welcome the failures, we celebrate the failures because we learn on them. Və sizin, yəni hansısa bir təşkilatın qorxusu ola bilər ki, mən bu Azərbaycanlıya və yaxud da şirkətə və yaxud da vətəndaşa pul yatıraram, batırar və s. və axı. Okey də. Zaten olsa xaricdə batırır. Batırıb da. Yəni they failed it basically. But let them fail and learn. Çox sağ olun maraqlı cavablar üçün. Yəqin ki, növbəti podkastlarımızda sizdən davam edəcək və daha çox sizdən cavablar ala biləcəyik. Təşəkkür edirəm.